Keçirik hazırlanmasına ilk önce onu deyim ki mən yumuram və bunları kəsirəm üstündə. Bu saplaqlarını kəsirəm, üzərində saplamıram. Əgər ki deyirsiniz, mən duzlu su da hazırlamaq istəyirəm, onda bu saplaqları kəsməyin. Çünki səbəbi kəsməyin turşuluq verir və xarab olmağa qoymayacaq. Yəni duzlu su da hazırlasınız. Böyükləri bir yığaq, balacaları bir yığacam. Qış bitməmiş başlamışıq qış hazırlıqlarına. Bazara gedəndə kimə baxırsan üzüm yarpağı axtarır, amma hələ tam olaraq çox gəlməyib. Yəni bazarda çox deyil üzüm yarpağı. Həm çox deyil, həm də çox bahadır. Siz inanırsınız, mən 10 manat almışam bunu. 10 manat. Mən bunu 10 manata aldım. Yəni deyilənə görə baha almışam. Buradan basmaya git 10 manata üzüm yarpağı al gəl. Yəni basmaya gedirsən üzüm yarpağını ot qiymətini alırsan da belə deyim sizə. Bu arada 2 kilodur burada. Hazır olandan sonra götürürük kağıdı, yeni metoddur. Götürürük kağıdı, artıq bir çox xanımlarımız məncə bilir bunu. Bilməyən qalmayıb yəqin ki, və bir çox xanımlarımız artıq bu üsulla hazırlayır. Çünki həqiqətən həm rəngi yaxşı qalır, həm rəngi yaxşı qalır, həm də ki xarab olmaq riski qətiyyən. Onu deyim ki, mən bankaları qaynarlamışam, həm də qapaqları da qaynarlamışam. Neyinirik? Daha sonra, indi kızlar, mənim bir problem var. Evdə yandıran, yəni yoxumdur. Mən buradayım. Burada yiyəcəm bunu. Hazır. Gördünüz? Hiç tadında heç bir dəyişiklik olmayacaq.